Salam. Əgər yolunuz mənim kanalımdan, yəni Musiqi Nəzəriyyəsi kanalından keçirsə, onda kanalıma xoş gəlmisiniz. Əgər siz də mənimlə birlikdə Musiqi Nəzəriyyəsi fənnini öyrənmək istəyirsinizsə, onda düzgün ünvandasınız. Kanala abunə olmaq və videomu bəyənməyi unutmayın. Elə isə gəlin keçək dərsə. Dərsimiz bas açarı. Xatırlayırsınızsa keçən dərsimizdə, yəni 3-cü dərsimizdə skripkaçar haqqında bəzi məlumatlar öyrənmişdik. O da önəmli mövzulardan biri idi. Bas açarı da skripkaçarı kimi mahiyyət daşıyan mövzulardan biridir. Bu mövzuya da yəni ciddi yanaşmağınız məsləhətdir. Biz nəzər yetirək fortepianoda yəni bas açarının yerləşməsinə. Bas açarı hansı notdan götürülür? Skripkaçarında qeyd etmişdik ki, birinci oktavadan götürülür, sol açar adlandırılırdı, sol notundan. Amma bu dəfə deyəcək ki, kiçik oktavamızın fa notundan götürülür və buna görə fa açarı adlandırılır. Fa notundan götürülür. Hələ qarşıda bizə çox maraqlı dərslər gözləyir. Bas açarını çəkirik. Bu da bizim bas açarımız. Yazaq bir dənə bas açarı. Və bas açarı nə adlanır? Fa açarı. Niyə fa açarı adlandırılır? Bunu bilək. Bu nə ilə əlaqəlidir? Kiçik oktava. Kiçik oktava ilə əlaqəlidir. Bunun bas açarı adlandırılması. Yəni bas açarının da çəkilişi gördüyünüz kimi belədir. Bu 4-cü xəttdən götürülür. Baxın 1, 2, 3, 4-cü xəttdən götürülür və çəkilir. Bir də göstərmək istəyirəm. Bu da bizim bas açarımız olacaqdır. Beləliklə dərsimiz bitdi. Əgər dərsi, videonu bəyəndinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Fikirlərinizi şərhlərdə mənimlə bölüşməkdən çəkinməyin. Sağ olun.